Birinci sual kök altında 5 çıxılsın 2 ədədinin tərsi ilə kök altında 5 çıxılsın 4 ədədinin hasilini tapın. Əvvəlcə biz kök altında 5 çıxılsın 2-nin tərsini tapaq. Bu ədədin tərsi 1 bölünsün kök altında 5 çıxılsın 2-dir. İndi biz bunu qoşmasına vurmalıyıq. Surət və məxrəcin qoşmasına vurmalıyıq. Kök altında 5 çıxılsın 2-nin qoşması kök altında 5 plus 2-dir. Həm surəti, həm məxrəci vururuq. Kök altında 5 plus 2-yə. Məxrəc müxtəsər vurma düsturudur. Kvadratlar fərqi düsturudur. A çıxılsın B vurulsun. A üstəgəl B bərabərdir. A kvadrat çıxılsın B kvadratına. Yəni kök 5-in kvadratı çıxılsın 2-nin kvadratı. Surət də 1-ə vuranda elə kök 5 plus 2 olduğu kimi qalır. Məxrəc olacaq 5 çıxılsın 4. Surət də elə olduğu kimi qalır. Kök 5 plus 2. Məxrəc 1 eləyir. Kök 5 plus 2-ni də 1-ə bölsək, elə kök 5 plus 2 olduğu kimi qalacaq. İndi biz bunu vurmalıyıq. Hasilini soruşur. Kök 20 çıxılsın 4-ə. Biz burada kök altında 20-ni 4 vuraq 5 kimi yazsaq, 4-dən 2 çıxır, 2 kök 5 eləyir. Yəni 20-nin yerinə, kök 20-nin yerinə 2 kök 5 yaza bilərik. 2 kök 5 çıxılsın 4. Vurulsun kök 5 plus 2. Kök 5 plus 2. Buradan da biz 2-ni möhtərizi xaricinə çıxarsaq, burada qalacaq kök 5 çıxılsın 2. İkinci möhtərizəni olduğu kimi saxlayırıq. Kök 5 plus 2 bərabərdir. Yenə kvadratlar fərqi düsturunu aldıq. 2-ni olduğu kimi saxlayırıq. Kök 5-in kvadratı çıxılsın 2-nin kvadratı. Bərabərdir. Yenə yuxarıdakı düsturdan istifadə elədik. 2 vurulsun. Kök 5-in kvadratı 5 eləyir. 2-nin kvadratı 4. 5-dən 4 çıxırıq 1. 2-ni də 1-ə vururuq. Olur 2. Cavab olur 2. Biz bunu adi qayda ilə möhtərizəni vurub belə aça da bilərdik. Əgər bunlar müxtəsər vurma düsturu olmasaydı, bu qayda ilə bir-birinə vurub aça da bilərdik möhtərizəni. İkinci sual ifadənin qiymətini tapın deyir. Biz burada əvvəlcə kök altında 2-ni biz kök altında n-ci dərəcədən a üstü m bərabərdir a üstü n-də m. Bu düsturdan istifadə eləyəcəyik. Yəni kök altında 2-ni biz loqaritma 2 üstü 2-də 1 yazacağıq. Kökün dərəcəsi 2-dir, yazılmır. 2-nin qüvvəti 1-dir. Yəni n-in yerində 2 durur, m-in yerində isə 1 durur. Bu şəkildə qüvvət şəklində yazdıq. 16-nı isə 2 üstü 4 yazırıq. Eyni qayda ilə ikinci loqaritmanı da yazaq. Çıxılsın loqaritma kök altında 3-ün yerinə yenə 2 üstü 2-də 3 üstü bu səfər. Burada 3-dür, 3 üstü 2-də 1 yazırıq. 9-u isə 3-ün kvadratı kimi yazırıq. Birinci loqaritmanın cavabı olacaq 4 bölünsün 2-də 1. 4 bölünsün 2-də 1 çıxılsın. İkinci loqaritmanın cavabı olacaqsa 2 bölünsün 2-də 1. 2 bölünsün 2-də 1. Bərabərdir. 4-ü 2-də 1-ə böləndə 2-də 1 tərsinə çevrilir. Olur 2. 4-ə də vururuq. Olur 8 çıxılsın. Burada da 2-ni yenə 2-də 1 tərsinə çevirib vuranda olur 4. 8-dən də 4 çıxırıq. Qalır 4. Üçüncü sual trigonometrik tənlikdir. Biz burada trigonometrik tənliklərdən əsas eynilik olan 1 bölü sinüs kvadratının yerinə, bu 1 bölünsün sinüs kvadratı 2x-in yerinə 1 plus kotangens kvadratı 2x yazacağıq. Qalan hər şey olduğu kimi saxlayırıq. Kosinus 2x çıxılsın kotangens kvadratı 2x bərabərdir 1/5 çıxılsın. Bunu da möhtərizdə də yazaq, çünki ümumi bir düsturdur. İndi bu möhtərizəni açaq. Kosinus 2x çıxılsın kotangens kvadratı 2x bərabərdir 1/5 çıxılsın. İşarə dəyişir olur. Çıxılsın kotangens kvadratı 2x. Burada kotangens kvadratı 2x-lər islah gedəcək. Sağa keçirəndə biri mənfi, biri müsbət olacaq.
Kosinus 2x bərabərdir. 1,5-dən də 1-i çıxsaq 0,5 qalacaq. 0,5-i də elə 2-də 1 kimi yazaq. İndi biz burada nəyi bilməliyik? Trigonometrik, sadə trigonometrik tənliklərin düsturlarını bilməliyik. Kosinusun düsturu necə idi? 2x, buradakı 2x yazırıq. 2x bərabərdir. Plus minus arc kosinus a. Yəni a-nın yerinə 2-də 1 durub yazırıq. Arc kosinus 2-də 1 plus 2πk. Kosinusun düsturu belə idi. 2x bərabərdir. Plus minus arc kosinus 2-də 1. Yəni kosinus 2-də 1 nə zaman alır? 60 dərəcədə alır. Yəni pi böl 3 yazırıq. Plus 2πk. Sonra da biz x-i tapmaq üçün hər tərəfi 2-yə bölməliyik. Hər tərəfi də 2-yə bölsək x bərabərdir. Cavabımız olacaq. Pi böl 3-ü 2-yə bölsək pi böl 6 eləyir. 2πk-nı da 2-yə bölsək πk qalır. Plus πk. Hər tərəfi də 2-yə böldük. Cavabımız oldu. Plus minus pi böl 6 plus πk. Burada da k nədir? Tam ədədlərdir. Bunu biz k daxildir z. Tam ədədlər çoxluğu kimi yaza bilərik. Dördüncü sual. Köklərindən biri 2 plus 3i kompleks ədəddir olan kvadrat tənlik verilib, s-ni soruşur. Biz burada s-nin yerinə Viet teoremi ilə x1 vurulsun x2 yaza bilərik. Yəni köklərin hasili s-yə bərabərdir. İndi x1 var, indi x2-ni tapmalıyıq. x2 nəyə bərabərdir bəs? Əgər köklər kompleks ədəddirsə, köklər bir-birinin qoşması olur. Yəni ikinci kökümüz kvadrat tənliyin ikinci kökü. Bunun qoşması olacaq. Yəni 2 çıxılsın 3i olacaq. Onda biz s bərabərdir. x1 vur x2 düsturunda köklər yerinə yazaq. x1-dən x2-ni yerinə yazaq. Hasilini tapaq. 2 plus 3i-ni vurmalıyıq. 2 çıxaq 3i-yə. Bərabərdir. Müxtəsər vurma düsturudur. Kvadratlar fərqi düsturudur. Olacaq 2-nin kvadratı çıxılsın 3i-nin kvadratı. Bu da olacaq 4 çıxılsın 9i-nin kvadratı. 3-ni kvadrata yüksəltdik. i-nin kvadratı mənfi 1-ə bərabərdir. i kvadratı mənfi 1-ə bərabərdir. Mənfi 1-i 9-a vursa olacaq plus 9. Bu da olacaq 13. 5-ci suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Burada biz kvadrat 3 ədli görürük. ax kvadrat plus bx plus c. Kvadratik funksiyadır. Bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün mənfi d bölünsün 4a düsturundan istifadə edəcəyik. Yəni 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturundan istifadə edəcəyik. Diskriminantın əksidir. Bir də bölünsün 4a. Yerinə yazaq. 4 vurulsun a 1-ə bərabərdir. 4 vurulsun 1. Surətə yazaq. 4 vurulsun, 1 vurulsun. S-nin yerinə 6 yazacaq. Çıxılsın b kvadratı. B də 4-dür. Kvadratı da olacaq 16. Məxrəc oldu 4. 24-dən çıxırıq 16-nı. 24-dən 16-nı çıxsaq qalacaq 8. 8-i də 4-ə bölürük. Qalır 2. Yəni məxrəcin ən kiçik qiyməti 2-dir. Yəni məxrəc hansı qiymətlər alacaq? 2-dən müsbət sonsuzluğa qiymətlər alacaq. Məxrəc 2 müsbət sonsuzluğa qiymətlər alacaq. Bir də 2-ni biz bu qiymətlərə bölməliyik. 2-ni 2-yə bölsək 1 eləyər. 2-ni və buradakı 2-yə bölsək, yəni surəti məxrəcə bölsək, 2-ni 2-yə bölsək 1 eləyəcək. Bu 2-ni həm də biz sonsuzluğa da bölməliyik. 2-ni biz sonsuzluğa da bölməliyik. 2-ni sonsuzluğa böləndə, yəni çox böyük bir ədədə böləndə bu sıfıra yaxınlaşır. Sıfıra yaxınlaşır. Yəni 2-ni biz, əgər 2-ni bölsək 2 müsbət sonsuzluğa, ən kiçik qiymətimiz olacaq 0, ən böyük qiymətimiz də olacaq 1. 0-ı ala bilmir açıq möhtərizə ilə. Ən böyük qiymətimiz də 1-dir. Çünki məxrəc nə qədər böyük olsa, məxrəc böyüdükcə kəsrin qiyməti kiçilir. Ona görə cavabımız olur 0, 1. Burada 1 daxildir. Yəni B bənd olur cavab. 6-cı suala baxaq. İfadəni sadələşdirin deyir.
Biz burada sinus alfa çıxaq betanın düsturunu bilməliyik. Sinus alfa çıxaq beta nəyə bərabərdir? Sinus alfa vurulsun kosinus beta çıxılsın sinus alfa, sinus beta, hərflərin yerini dəyişirik. Sinus beta vurulsun kosinus alfa. Deməli, bunun düsturunu yazdıq. Qalan hər şeyi olduğu kimi saxlayırıq. Plus kosinus alfa vurulsun sinus betanı olduğu kimi saxlayırıq. Bölünsün sinus alfanı da olduğu kimi saxlayırıq. Burada sinus beta kosinus alfa, sinus beta kosinus alfa. Biri mənfidir, biri müsbət. Bunlar islah gedir. Qalır sinus alfa vuraq kosinus beta bölək sinus alfa. Burada da sinus alfalar gedir. Qalır kosinus beta bərabərdir kosinus betaya. 7-ci suala baxaq. 7-ci sual. Müstəvi üzərində 12 sm, müstəvidən 12 sm məsafədən tutaq ki, müstəvi üzərində belə bir müstəvidir. Belə bir müstəvi verilib tutaq ki bizə. Buradan 12 sm. 12 sm məsafədə olan nöqtədən bu müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən mail çəkilib. Buradan bir dənə mail çəkilib tutaq ki, müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirir. 60 dərəcədir. Bu isə hündürlükdür, məsafədir, aşağı proyeksiyadır bura. Bu isə maildir, hipotenuz isə maildir. Bu mailin müstəvi üzərindəki proyeksiyasını soruşur, yəni buranı soruşur. X-i soruşur. Bura 60-dırsa, bura 30-dur. 30, 60, 93 bucağıdır. Toplayanda 180 dərəcə eləməlidir. 3 bucağın daxili bucaqlarının cəmi. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Yəni bura x-dirsə, 30-un qarşısı x-dirsə, 90-ın qarşısı x böl 2 olmalıdır. İndi biz buradan Pifaqor teoremi ilə x-i tapa bilərik və yaxud da xüsusi 3 bucaq var. 30, 60, 93 bucağı oradan da tapa bilərik. Pifaqorla tapmaq istəsək yazacağıq ki, 12-nin kvadratı plus x-in kvadratı bərabərdir. Bunun hipotenuzu səhv yazmışam. Hipotenuz 2 qatı olmalıdır. Bunu düzəldək. Hipotenuz 2x olmalıdır. 30-un qarşısı x isə 90-ın qarşısı 2x olmalıdır. Yəni Pifaqorla yazmaq istəsək olacaq x-in kvadratı üstə gələk 12-nin kvadratı bərabərdir 2x-in hipotenuzun kvadratına. Bu da olur 144 bərabərdir 4x kvadratı bura eləyir. 4x kvadratını keçirib çıxsaq 3x kvadratı qalacaq. X kvadratı bərabərdir 144-ü 3-ə bölsək qalacaq 4 dəfə 48 qalacaq. Deməli x bərabərdir kök altında 48-ə. Kök altında 48-i biz 16 vurulsun 3 şəklində yaza bilərik. 16 da 4 çıxır. 3 çıxmır kökdən 4 kök 3 olur. Cavab olur 4 kök 3. Və yaxud da belə bir şey eləyə bilərdik. 30, 60, 93 bucağı var. Bura 30 dərəcədirsə, bura 60 dərəcədirsə, 30 dərəcənin qarşısı x-dirsə, 60 dərəcənin qarşısı olur bunun kök 3 misli. Yəni kök 3x. X vurulsun kök 3. 90-ın qarşısı da olur 2x. Yəni hal-hazırda bizdə 60 bu 12 nəyə bərabərdir? 12 x vurulsun kök 3-ə bərabərdir. X vurulsun kök 3 12-yə bərabərdir. Biz buradan da x bərabərdir 12-ni kök 3-ə bölüb yenə də x-i tapa bilərdik. 12-ni kök 3-ə qoşmasına sürət və məxrəci kök 3-ə vurub yenə də 4 kök 3 tapa bilərik. 8-ci sual 14-dən böyük və 25-dən kiçik olan 3-ə qalıqsız bölünən natural ədədlər çoxluğunu tapın. Bu rahat sualdır. 14-dən böyük 3-ə bölünən ədəd 15-dir. Sonra 18-dir. Sonra 21-dir. Sonra da 24-dür. 3-ə bölünən natural ədədlərin sayını soruşur. Çoxluğunu soruşur. Bu da 15, 18, 21 və 24-dür. 9-cu sual. A, O, D-ni verib bizə.
110 dərəcə. DOC-ni verib 100 dərəcə. BOC-ni də verib 80 dərəcə. AOB-ni soruşur. Bu da tam çevrə 360 dərəcə olmalıdır. Əvvəlcə bunları toplayıb 360-dan çıxmalıyıq. X bərabərdir. 360-dan çıxmalıyıq bunların cəmini. Toplayanda eləyəcək 110, 210, 290. Toplayanda 290 eləyir. 360-dan da 290-a çıxsaq qalacaq 70 dərəcə. Rahat sual idi bu da. 10-cu sual. Cədvəldə ədədlərin hansı hissəsi natural ədəddir? Bu da rahat sualdır. 8 naturaldır, 24 naturaldır. 2 dənəsi naturaldır. Cəmi neçə ədəd var? 1, 2, 3, 4. 8 dənə ədəd var. Onlardan ikisi naturaldır. Bunları da 2-yə ixtisar eləsək qalacaq 4də 1. 4də 1 hissəsi natural ədəddir. 11-ci sualda oturacağı romb olan düz paralelipipedin oturacağının diaqonalları verilib. Deməli, oturacaq rombdur. Oturacağı rombdur. Belə bir oturacağı romb olan düz paralelipiped verilib. Oturacağının diaqonalları 16 və 12-dir. Paralelipipedin hündürlüyü 8 olarsa, yan səthinin sayəsini tapın. Hündürlük verilib 8. Bir də oturacağın diaqonalları verilib. Oturacağın diaqonalları verilib. Biri 16-dır, biri 18. Rombun diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Demək, biz bunu 8 və 8, 12-ni də 6, 6 kimi bölə bilərik. Və rombun diaqonalları perpendikulyar olur. Bura 90 dərəcədir. Onda biz bir düzbucaqlı üçbucaqdan rombun tərəfini tapa bilərik. Rombun tərəfin 6, 8, 13 bucağıdır. Yəni Pifaqorla yazsaq 6-nın kvadratı üstə gəl 8-in kvadratı bərabərdir A-nın kvadratına. 100 bərabərdir A kvadratına. A da bərabərdir 10-a. 6, 8, 13 bucağıdır. Rombun tərəfi olduğunu. Və yaxud da burada rombun tərəfini tapmaq üçün D1-in kvadratı plus D2-nin kvadratı bərabərdir 4A kvadratına. Düsturundan da istifadə edib rombun tərəfini tapa bilərdik. Rombun tərəfini tapdıq 10. İndi yan səthin sayəsini tapmaq istəyirik. Prizmanın yan səthinin sayəsini tapmaq üçün S yan bərabərdir P oturacaq. Yəni oturacağın perimetri vurulsun H düsturundan istifadə edə bilərik. Oturacağın perimetrini tapaq. 10 tapmışıq. 10, 10, 10, 10. Onda perimetri olacaq 40. Oturacağın perimetri oldu 40. Hündürlüyü də 8-dir. Vurduq 8-ə elədi. 320. Yan səthin sahəsi oldu 320. 12-ci suala baxaq. Tənliyin kökündən 10 vahid böyük olan ədədi tapın. Xətti tənlikdir. 15-i sağa keçirək. X bölünsün 4 bərabərdir. 15-i sağa keçirib 5-dən çıxsaq, -10 qalacaq. Çarpaz vursaq, X bərabər olacaq -40-a. Tənliyin kökünü tapdıq, -40. İndi bundan 10 vahid böyük olan, yəni -40-ın üstünə 10 gəlməliyik. 10 vahid böyük olan ədədi tapmalıyıq. Bu da olacaq -30. Bu da rahat sual idi. 300 ədədinin neçə sadə vuruğu var? 300-ü sadə vuruqlara ayıraq. 300 mürəkkəb ədəddir. Bunu sadə ədədlərə ayırsaq, 2-yə bölsək 150 qalar. 2-yə bölsək 75 qalar. Sonra 3-ə bölünürmü? 3-ə bölünür. Düşəcək 25 dəfə. 5-ə bölsək 5. 5-i də 5-ə bölürük. Bir dəfə düşür. Bunların hamısı sadə vuruqlardır. 1, 2, 3, 4, 5 dənə sadə vuruğu var. 5 dənə sadə vuruğu var. Əgər müxtəlif sadə vuruqları soruşsaydı, onda hərəsindən birini götürməli idik. 2, 3, 5. 3 dənə də müxtəlif sadə vuruğu var. 14-cü sual betanı soruşur. Burada alfa və beta daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 olur. Yəni alfa plus beta bərabər olmalıdır 180-ə. Daxili bir tərəfli bucaqlar olduğuna görə. İndi bu sistem tənliyi həll eləyək. Bunu tərəf-tərəfə toplasaq, bunları tərəf-tərəfə toplasaq betalar gedəcək. Biri mənfidir, biri müsbət. 2 alfa bərabərdir. Bunları toplayanda 300 eləyir. 2 alfa bərabərdir 300-ə. Alfa da bərabərdir 150-yə. 300-ü böldü 2-yə elədi 150. Deməli, alfa oldu 150 dərəcə.
Deməli beta da 30 olmalıdır. Çünki cəmi 180-dir də. Cəmi 180 olmalıdır. Daxili bir tərəfli bucaqlardır. Beta oldu 30. Sonra keçdik 15-ə. 15-ci sualda ABC üçbucağı verilib. YD orta xətti. YD orta xətti. Sonra YM. Burada YM'i biz götürək 3K. YM. Buranı götürək 3K. MB'ni də götürək 2K. MB'ni də götürək 2K. Bura oldu 5K. Onda burada 5K olmalıdır. Çünki orta xətt yan tərəflərin ortasını birləşdirir. Orta olduğuna görə 5-5 olmalıdır. YMND. YMND. Buranın sahəsini verib 42. Buranın sahəsini verib 42. İndi burada bu iki üçbucaq oxşar olduğuna görə BMN üçbucağı ilə BMN üçbucağı ilə BYD üçbucağı oxşar olduğuna görə buna oxşarlığın qaydasını tətbiq edə bilərik. Yəni S1 böl S2 bərabərdir A1 böl A2-nin kvadratına, K-nın kvadratına. S1 böl S2 bərabərdir K kvadratı. Düsturundan istifadə edə bilərik. Yəni buranın sahəsini bilmirik. Buranın sahəsi X olsa, kiçik üçbucağı gəlin böyük üçbucağa bölək. Yəni BMN-i BYD-yə bölək. Kiçik üçbucağın sahəsi X-dir. X bölünsün. Bu böyük üçbucaq, yəni böyük dediyimiz bu BYD-nin sahəsi isə X üstəgəl 42-dir. İkisi bir yerdə. X üstəgəl 42 bərabərdir. Kiçiyin yan tərəfi 2K-dır. Kiçiyi böyüyə böldürük. Böyüyün yan tərəfi isə 5K-dır. 5K-nın kvadratı. Burada K-lar ixtisar gedir. Kvadratı da yüksəlsək eləyəcək 25-də 4. Çarpaz vuraq. 25x bərabərdir 4x plus 4-ü 42-yə vursaq neçə eləyir? 8, 168 eləyir. 25-dən 4-ü çıxsaq 21x bərabər 168-ə. X də bərabərdir 168 21-ə bölsək düşəcək 8 dəfə. Buranın sahəsi oldu 8. İndi eyni qayda ilə bu hissəni də tapa bilərik biz. Bu hissənin də sahəsini tapa bilərik. Yəni nə yazarıq? Yazarıq ki, yenə kiçiyi böyüyə bölsək. Kiçiyin sahəsi nə qədərdir? İndi burada kiçik üçbucaq kimi buranı götürəcəyik. 8, 42 ikisi bir yerdə 50-dir bu üçbucaq. BYD üçbucağı. 50 bölünsün Y. 50 bölünsün Y. 50 bölünsün Y üstəgəl 50. Çünki kiçiyin sahəsi 50-dir, böyüyün sahəsi isə hamısı bir yerdə 50 üstəgəl Y. Bərabərdir. Kiçiyin yan tərəfi 5K-dır, böyüyün yan tərəfi isə 10K-dır. K-lar yenə ixtisar gedir burada. 10 ilə 5-i də ixtisar eləyəsək 2-də 1 qalır. 2-də 1-in də kvadratı olacaq 4-də 1. Yenə çarpaz vursaq Y üstəgəl 50 bərabərdir. 4-ü 50-yə vursaq 200 eləyir. Y də bərabərdir 150-yə. Y də tapdıq 150. Y də oldu 150. Hamısını bir yerdə toplayaq indi. 150 üstünə 42, 50 də buradan 200. Ümumi sahə oldu 200. Burada belə bir qaydadan da istifadə edə bilərdik. Bu ikisi tapdıqdan sonra orta xətt üçbucağın sahəsinin S və 4S kimi iki hissəyə bölür. Yəni biz buranı 50 tapmışıqsa, S və 3S daha doğrusu, S və 3S kimi iki hissəyə bölür üçbucağın sahəsini orta xətt. Yuxarını 50 tapmışdıq, aşağıda 3 vurulsun 50, 150 olacaq. 50, 150 yenə də 200 eləyəcək. Sonra keçdik 16-ya. Ədədi silsilədə S9 72 olarsa A5-i tapın. Biz burada S9-un açılışını yaza bilərik. S9, burada da iki düsturdan istifadə edə bilərik. Bir orta hədd düsturundan istifadə edə bilərik, bir də ümumi düsturdan istifadə edə bilərik. S9-un düsturu, S9 bərabərdir 2A1 üstəgələk 8D bölünsün 2 vurulsun 9.
Bərabərdir 72. Bu bizə verilib. 9 ilə 72-ni ixtisarləsək burada 8 qalar. 2-ni də çarpaz 8-ə vursaq eləyəcək 2A1 üstə gələk 8D bərabərdir. 2-ni 8-ə vursaq 16 eləyir. Hər tərəf 2-yə də bölsək, A1 üstə gəl 4D bərabərdir 8-ə. Elə A1 üstə gəl 4D də A5-in açılışıdır. A5 bərabərdir A1 üstə gəl 4D-yə. Yəni A5-i biz 8 tapmış olduq. Və yaxud da belə bir düstur var. S9 bərabərdir A5 vurulsun 9-a. Yəni ortada ilk 9 həddən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ortada duran A5-dir. Ortadakı həddi biz saya vuranda, hədlərin sayına vuranda ümumi cəmi tapa bilərik. Belə bir düstur da var. Yəni biz 72 bərabərdir A5 vurulsun 9 yazsaq, yenə də A5 bərabərdir 72-ni 9-a bölsək 8 tapa bilərik. 17-ci suala baxaq. Düzbucaqlının eni 12-dir, sahəsi 360-dır. Üçbucağın perimetrini tapın. Rahat sualdır. Düzbucaqlının sahəsini tapmaq üçün eninin uzunluğuna vurmaq lazımdır. S bərabərdir A vur B-yə. Eni verib 12, sahəni də verib 360. Yəni 360 bərabərdir 12 vurulsun B-yə. 360-ı da 12-yə bölsək qalacaq 30. Uzunluq da oldu 30. Şimdi bizdən perimetrini soruşur. Perimetri tapmaq üçün 2 vurulsun A plus B düsturundan istifadə eləsək 2 vurulsun 12 üstə gəl 30 yazarıq. 12 ilə 30 elədi 42. 2-ni də 42-yə vurduq elədi 84. Perimetr oldu 84. 18-ci sualda funksiyanın təyin oblastını soruşur. Təyin oblast x-in ala biləcəyi qiymətlərdir. İndi biz burada surətdəki x-ə baxmırıq. Çünki surətdəki x istənilən qiyməti ala bilər. Məxrəcdəkinə baxacağıq. Məxrəcdəki x isə bütün qiymətləri ala bilmir. Biz bu x-ə elə qiymətlər verməliyik ki, həm məxrəc 0 olmasın, 0-a bərabər olmasın. Çünki kəsirin məxrəci 0 olmaz, 0-a bölmə yoxdur. Həm də ki, kökün altı mənfi olmasın. Yəni 0,7 vurulsun, 0,7 çıxılsın, 1,4x böyükdür 0-dan götürməliyik. Həm 0-dan böyük olmalıdır ki, kökün altı mənfi olmasın. Həm də 0 olmamalıdır. 0-dan fərqli olmalıdır ki, kəsirin məxrəci 0 olmasın. Yəni biz bu sadəcə kök olsaydı, kəsir olmasaydı böyük bərabərdir götürərdik. Çünki kökün altı 0 da ola bilər. Amma bu məxrəcdə olduğuna görə biz bunu 0-a bərabər götürə bilmirik. Çünki kəsirin məxrəci 0 ola bilməz. Buradan da alırıq ki, mənfi 1,4x böyükdür 0,7 keçir olur mənfi 0,7. Mənfiyə böləndə işarə dəyişir. Yəni böyükdür işarəsi dəyişir olur kiçik. Mənfiyə də böləndə. Mənfiyə də bölürüksə bərabərlik işarəsini dəyişməliyik. 0,7-ni bölürük 1,4-ə, mənfilər də gedir. Bu da eləyir 2-də 1. 2-də 1. Yəni x kiçikdir 2-də 1-dən. Mənfi sonsuzluqdan 2-də 1-ə qədər. 19-cu sual. İfadənin vuruqlara ayrın deyir. Biz belə eləyək. Vuruqları ayıraq. A verilib. B də verilib. Vuruqları ayırıb. Euler-Venn diaqramında göstəriblər. İndi biz burada əvvəlcə bunun vuruqları ayıraq. Bu ikisindən buradan biz x kvadratını çıxardaq. Bu ikisindən x kvadratını çıxardaq. X kvadratını çıxarsaq qalacaq x plus 2. Buradan da mənfi 9-u çıxardaq. Mənfi 9-u çıxarsaq burada da qalacaq x üstə gəl 2. X üstə gəl 2. İndi x üstə gəl 2 ortaq vuruqdur. X üstə gəl 2-ni yenə mötərizə xərcinə çıxardırıq. Burada qalır x kvadratı. Burada da qalır 9, mənfi 9. Burada da x kvadrat çıxaq 9-u yenə də biz müxtəsər vurma ilə x çıxaq 3 x üstə gələk 3 yaza bilərik. A-nı biz vuruqlara ayırdıq. Yəni A-nın vuruqları budur.
x plus x minus 3'ü burada yazıblar. X plus 3'ü de burada yazıblar. Qalır bir dənə x plus 2. Deməli bura x plus 2'dir. Yəni c 2'dir. C-ni tapdıq 2. C-ni tapdıq 2. C bərabərdir 2 imiş. Çünki x plus 2'ni buraya yazıblar. İndi C2'dirsə bu x plus C ortaqdır. Yəni həm A-nın birincinin vuruğudur, həm də ikincinin vuruğudur. Əgər 2 vuruqdursa, daha doğrusu x plus C'dir də bu. X plus 2 yazıram bunu. C'nin yerinə 2 yazıram. Əgər x plus 2 x'in yerinə mənfi 2 yazanda sıfıra çevrilirsə, x'in yerinə mənfi 2 yazsaq, bu 3 sıfıra çevrilir. Tənliyin kökü mənfi 2'dir. Bu x plus 2 bunun vuruğu olduğuna görə, yəni mənfi 2'ni burada yerinə yazanda da sıfır olmalıdır. Yəni biz x kvadratı üstə gələk mx üstə gələk 10 ifadəsində x'in yerinə mənfi 2'ni yazsaq, bu sıfıra çevrilməlidir. Çünki 2 mənfi 2 həm A-nın köküdür, həm də B-nin köküdür. İndi yazırıq yerinə. X'in yerinə mənfi 2 yazırıq. Mənfi 2'nin kvadratı 4 eləyir. Mənfi 2'ni m-ə vursaq, mənfi 2m eləyər. Plus 10 bərabərdir 0'a. Mənfi 2m bərabərdir 14. 14'ü sağa çevirsək, mənfi 14. M oldu 7. M-i də tapdıq. M oldu 7. Yəni B çoxluğu beləymiş. X kvadratı plus mx, m 7 tapmışıq. Yəni 7x plus 10. B çoxluğu beləymiş. İndi biz bunu, biraz uzun sualdır bu, bir neçə mərhələsi var. İndi biz bunu yenə vuruqlara ayırıb A-nı da tapmalıyıq. C-ni tapdıq 2, A-nı tapdıq, daha doğrusu M-i tapdıq 7. İndi qalıb bir dənə A-nı tapmalıyıq. Bunun üçün də biz bunu vuruqlara ayırmalıyıq. Vuruqlara ayırmaq üçün bunun əvvəlcə köklərini tapaq. Viet teoremi ilə tapaq. Hasili 10, cəmi 7, mənfi 7 olan ədədlər mənfi 2 ilə mənfi 5'dir. Vuranda müsbət 10 eləyir, toplayanda da əks işarə ilə mənfi 7'ni verir bizə. İndi biz bunu vuruqlara ayıranda köklərin əksini yazmalıyıq. Yəni x plus 2, x plus 5 yazmalıyıq. Köklərin əksini yazdıq. B-ni də vuruqlara ayırdıq. Biz bu x plus 2'nin burada olduğunu onsuz da bilirdik. X plus 2'nin burada olduğunu bilirdik. C2'dir. X plus 2'dir. Qaldı x plus 5. X plus 5'i də buraya yazmalıyıq. X plus 5. Deməli A-da 5'dir. A-nı tapdıq 5. M-i tapdıq 7. C-ni də tapdıq 2. Hamısını tapdıq. Keçdik 20'yə. Bərabərliyin tam həllərinin cəmini tapın. Biz burada əvvəlcə 1 bölünsün A üstü n bərabərdir A üstü mənfi n. Bu düsturdan istifadə eləsək, yəni 5'də 1'in yerinə 5 yazsaq, x kvadratı çıxılsın onu da mənfi eləsək bu düsturunu. Qalan hər şeyi olduğu kimi saxlasaq, belə bir üstlü bərabərsizlik alarıq. Üstlü bərabərsizliyi həll etmək üçün əsasa baxmalıyıq. Əgər əsas 1'dən böyükdürsə, bu işarə olduğu kimi qalır. Yəni, böyük olduğu kimi qalır. Əgər 0-1 arasındasa işarə dəyişir. İndi hal-hazırda bizdə 1'dən böyükdür. 5 1'dən böyükdür. Ona görə bu 5'ləri atanda bu işarəni olduğu kimi saxlayırıq. Yəni, mənfi x kvadratı, bunu da açaq, möhtərizəni də açaq, plus 10 böyükdür 3x-dən. Olduğu kimi saxladıq. 3x-i də sağa keçirsək, alırıq mənfi x kvadratı, çıxılsın 3x plus 10 böyükdür 0'dan. Belə bir bərabərsizlik aldıq, kvadrat bərabərsizlik. Hər tərəfi mənfiyə vuraq bunun. X kvadratı plus 3x minus 10. Mənfiyə vuranda işarə dəyişir. Kiçikdir 0. Belə bir kvadrat bərabərsizlik aldıq. Kvadrat bərabərsizliyi biz intervallar metodu ilə həll edirik. Intervallar metodu ilə həll etmək üçün əvvəlcə biz bunun köklərini tapmalıyıq. Kökləri Viet teoremi ilə gəlin tapaq. x1 və x2 hasili mənfi 10, cəmi mənfi 3 olmalıdır əks işarə ilə. Bu da olur
-5 ilə 2 vuranda -10 eləyir, toplayanda isə -3 eləyir əks işarə ilə. Köklərini tapdıq. İndi biz bunu vuruqlara ayıraq. Vuruqlara ayıranda dedik ki, əks işarə ilə götürməliyik. X plus 5, x minus 2 kiçikdir 0-dan. Köklərini tapdıq, vuruqlara ayırdıq. İndi intervallara ayırırıq bunu. İntervallarda kökləri qeyd eləməliyik. -5 ilə 2-ni kökləri qeyd elədik. İndi biz burada 3 dənə interval alırıq. Mənfi sonsuzluqdan -5-ə qədər olan ədədlər, -5-dən 2-yə qədər olan ədədlər və 2-dən müsbət sonsuzluğa qədər olan ədədlər. İndi biz burada hansı intervallı həll kimi götürməliyik? Hər intervaldan bir dənə qiymət verib yoxlamalıyıq, görək bərabərsizlik ödənir yoxsa yox. Əvvəlcə bu intervalı yoxlayırıq. 2-dən sonra hər hansı bir ədəd götürürük. Məsələn 3. X-in yerinə 3 yazsaq, 0-dan kiçik olarmı? X-in yerinə 3 yazsaq, bura 8 olar, bura 1 olar. 8 vur 1, müsbət 8 eləyir. Bura müsbət ədəd olur. Yəni bura həmişə müsbət ədədlər alacaq. -5 ilə 2-nin arasında bir ədəd götürək. -5 ilə 2-nin arasında məsələn 0 götürə bilərik rahat olması üçün. X-in yerinə 0 yazsaq, bura 5 olur, burada -2 olur. 5-i də -2 vursaq, -10 eləyir. -10. Yəni burada mənfi ədədlər alır. İndi bu intervalı yoxlayaq. -5-dən sol tərəfdə -6 var məsələn. -6. X-in yerinə -6 yazsaq, bura olacaq -1. Burada olacaq -8. -1-i -8-ə vursaq, müsbət 8 eləyir. Yəni burada həmişə müsbət ədədlər alacaq. İndi biz bu müsbət olanları götürək, yoxsa mənfi olanları? Baxırıq bura, bu 0-dan kiçikdir. 0-dan kiçik mənfi deməkdir. Mənfiləri götürməliyik. Yəni bu hissəni götürməliyik. Cavabımız olur -5 ilə 2-yə qədər, -5-dən 2-yə qədər olan ədədlər. Tam həllərin cəmini soruşur. Sonra da -5 ilə 2 arasında hansı ədədlər var? -4 var, -3 var, -2 var, -1 var, 0 var və 1 var. Bu ədədləri toplayırıq və cavabı tapırıq. 21-ci suala baxaq. ABCD paralleqramının AD tərəfi paralleqram çəkək. ABCD paralleqramıdır. AD tərəfi bura 14-dür. İti bucağı 60-dır. B təpəsindən çəkilmiş hündürlük A təpəsindən başlayaraq buradan hündürlük çəkiblər B-dən. A-dan başlayaraq 9 və 5 bölür. 9 və 5. Yəni 14-ü buradan silək lazım deyil. 9 və 5 kimi hissələrə bölür. Paralleqramın perimetrini tapın. Yəni biz burada nəyi tapmalıyıq? Uzunluq verilib, eni tapmalıyıq. Daha doğrusu AD verilib, AB-ni tapmalıyıq. AB x-dir. Bura 60, bura 90-dırsa, bura 30-dur. Bayaq dediyimiz 30, 60, 93 bucağından istifadə edə bilərik. Əgər 30-un qarşısı 9-dursa, 30 dərəcəli bucaq qarşısında duran katet 9-dursa, 90-ın qarşısı olmalıdır. Bunun 2 qatı, yəni 18. 60-ın qarşısı da 9 köküç olacaq. O lazım deyil. Perimetri tapırıq indi. P bərabərdir. 2 vurulsun. 18 üstə gələk 14. Bu da elədi. 2 vurulsun 32. Bu da elədi 64. Perimetri oldu 64. 22-ci suala baxaq. Silindrin ox kəsiyinin diaqonalı. Silindrin buradan çəkək. Bu silindrin ox kəsiyidir. Silindrin ox kəsiyi düz bucaqlıdır. Bunun diaqonalı verilib kök 73. Yəni bu dairələri çəkmək, çevrələr lazım mane olmasın bizə. Ox kəsiyini çəkək. Sadəcə ox kəsiyini çəkdik. Bu ox kəsiyinin, silindrin ox kəsiyinin diaqonalı verilib kök 73. Kök altında 73. Oturacağının radiusu verilib 1,5. Oturacağın radiusu 1,5-dirsə, 1,5, 1,5 eləyir 3. Demək, oturacaq 3-dür. Hündürlüyünü soruşur. Asan bir sual oldu bu da. Bu da Pifagorla yenə tapa bilərik. H kvadratı plus 3-ün kvadratı bərabərdir. Kök 73-ün kvadratına Pifagoru yazsaq. 73-dən çıxırıq 9-u, 3-ün kvadratını. Bu olur 64. 64-də 8-in kvadratıdır. Hündürlük oldu 8.
23'e baxaq indi. Bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. Əvvəlcə biz burada nə edək? Hər tərəfdən burada biz əməlləri əksinə gedəcəyik. X-i tək saxlamaq üçün. Burada 0.5 çıxıblar. Biz hər tərəfi 0.5 əlavə eləyəcəyik ki, 0.5 buradan getsin. Deməli, burada 0.5 əlavə eləyirik. Bura 0.5 əlavə eləsək biz eləyəcək 0.8. Bura 0.5 əlavə eləsək, biri mənfidir, biri müsbət. İslah edəcək, qalacaq 0.1x. Burada 0.5 əlavə eləsək, beləcək 1.1. İndi burada 0.1-ə vurublar. Deməli, biz bunu 0.1-ə bölməliyik. 0.1-ə bölməliyik. Bunu 0.1-ə bölsək 8 qalar. Bunu 0.1-ə bölsək x qalar. Bunu da 0.1-ə bölsək 11 qalar. Demək, x tək saxladıq. İndi biz x-in 8 və 11 arasında olduğunu bilirik. Natural ədədlərin cəmini soruşur. 8, 9, 10 və 11. Bunları toplayırıq və cavabı tapırıq. 24-cü sual. Tənliklər sistemi sonsuz sayda həll var. Sonsuz sayda həll olması üçün bu əmsalların nisbətləri bərabər olmalıdır. Yəni, a böl 2 bərabər olmalıdır m böl 4. Bu da bərabər olmalıdır 5 böl m. 5 böl b. Yəni, bunların üçü də bir-birinə bərabər olmalıdır ki, sonsuz sayda həlli olsun. A plus m 3 olarsa, A plus m bərabərdir 3 olarsa, A, m və b-ni tapın. Əvvəlcə bu A və m burada var da, bu ikisini çarpaz vuraq. Çarpaz vursaq olacaq 2m bərabərdir 4a-ya. Hər tərəfi də 2-yə bölsək, m bərabər olur 2a-ya. İndi burada m-in yerinə 2a yazsaq, olacaq 3a bərabərdir 3-ə, a da bərabərdir 1-ə. Yəni, a-nı tapdıq 1. A 1-dirsə, deməli biz burada 2 vurulsun 1 bərabərdir 2 yaza bilərik. M-i də tapdıq 2. Qaldı B-ni tapmaq. B-ni tapmaq üçün bunu çarpaz vuraq gəlin. Deməli, M-i tapmışıq, M-i 2 tapmışıq. 2 vurulsun B bərabərdir 4 vurulsun 5-ə. 4 vurulsun 5-ə, B də bərabərdir 20, 20-ni də 2-yə bölsək 10. B-ni də tapdıq. A-nı, B-ni və M-i hər üçünü tapdıq. 25-ci sual. 20 nəfər səhnəyə çıxacaq. Həsənin ilk üçlükdə və ya 12-cidən sonra 16-cıya qədər çıxma hadisəsinin ehtimalı. Burada iki hadisə var. Bir, ilk üçlükdə çıxması. Yəni 1, 2, 3. Burada çıxması 20 nəfər var. İlk üçlükdə çıxması olacaq 20-də 3. Sonra 12-cidən sonra, yəni 3 dənə şans burada var. 12-dən 16-ya, 12-dən sonra, yəni 13, 14 və 15, 16-ya qədər. 3 dənəsi də burada var. 20-də 3. 20-də 3 ilə 20-də 3 toplayırıq eləyir 20-də 6. Yəni 10-da 3.